Xocalı, Kosalar kəndi. Hal-hazırda evimizin yaxınlığındakı meşəlik hissədəyik. Görürsünüz burada gülün üzərində səhər jaləsi də var. Bu qarşıçayı dediyimiz bir güldür. Kosalar meşələrində əmələ gəlir. Yazda bütün ərazilər xalça kimi, bütün ərazilər bu güllə bəzənəcək. Amma yanvar ayında havanın isti keçməsi nəticəsində bu güllər yenidən burada əmələ gəlib. Onun digər rəngini də göstərim. Bax, burada ağ rəngi də var. Azca sarıya çalır. Demək, yaz qabağı o qədər gözəl bir görüntülər bəxş eləyir ki, bu güllər bütün meşələr, yəli meşələri, kosaların bütün tərəflərində bax bu çiçəklərdən əmələ gəlir. Hər dəfə Kosalar kəndinə gələndə evimizin həyətinə dönməmiş qayıda bilmirəm. Bax, gördüyünüz bu poçt qutusu da bizim illər öncə evimizin həyətində girəcəyində olubdur. Çox xatirələr, xəyallar canlanır. İnsan bu yerlərə gələndə, ata-baba yurduna gələndə həqiqətən çox xoş oluruq, çox yarım qalmış gözəllikləri, məqamları, yaşamadığımız o həyatların beynimizdə canlandırılması prosesi baş verir. O zamanlar poçt qutuları ilə insanlar bir-birlərinə məktubları göndərirdilər. İndi bu elektron poçtlar bunları əvəz eləyir. Çox istəyərdik ki, gələcəkdə Kosalar kəndi, eləcə də bizim bu evlər yenidən demək, insan yaşaması üçün bu şəraitlər qurulaydı. Bir simvolik olaraq gələcəyə sanki bir namə göndərirəm. Bax, bu yazını da bura xəyali olaraq yerləşdirirəm. Sanki bizim evimiz buradadır. Yenidən bura məktub gəlib və çox-çox əvvəllərə qayıtdıq. Belə, dostlar, Kosalar kəndində 33 il bundan öncə yarımçıq qalan o qədər məqamlarımız var ki, beləliklə bugündən biz öz həyatımızda poçt qutumuzu yenidən yerləşdiririk. Bu bizim evimizin həyatında başladığımız ilk iş olsun. İnşallah yazda gəlib həyatımızı biraz da abadlaşdırarıq. Çox maraqlıdır, çox gözəldir. Həqiqətən bir böyük bir sevinç yaşadım. Bu dəmir parçası, bu paslı dəmir parçası yenidən bir zövq, yenidən bir həyata qayıtmaq bəxş edir. Bax, bu da Kosalar kəndində həyətimizdə tapdığımız, vaxtilə Kosalar kəndinin əkin ərazilərində işləyən bir kotanın demək dişidir. Bu da kəndimizin vaxtilə bərəkətli torpaqlarını becərmək üçün istifadə olunub. İndi bizim həyətə necə gəlib onu dəqiq bilmirəm, amma bu günləri bizim həyətimizdədir. Bu da Allahın izni ilə kəndimizə, elimizə, obamıza bərəkət gətirər deyə düşünürəm və burada yerləşdirək. Gördüyünüz bax, bu evimizin həyətinə gələn su borusudur. Bu qarşı hissədə təxminən 1 kilometr yuxarı hissədə Qızılqaya deyilən yerdən atamın çəkib gətirdiyi su xəttidir. Çox maraqlı incəlikləri sizə göstərmək istəyirəm. O dövrdə suların dolmaması üçün atamın burada əllərinin, barmaqlarının izləri var, əziyyəti var. Görürsünüz, şüşəli pambıq deyirdik. Bunların içərisində şüşə material var. Çox isti olur. Yəni bununla borunu izolə etibdir ki, su donmasın. Və buradan düz qalib baş hissəyə qədər, qayanın o tərəfinə qədər olan hissədə demək
bu demək üzləmə ilə boru üzlənibdir ki, suyumuz donmasın. Təxminən 45 il əvvəl bu su xətti çəkilibdir. Çünki müharibədən bəlkə vəziyyəti vaxtı hesablayanda 33 il keçib. Ondan da bir 10-15 il əvvəldən bizim bu suyumuz olubdur. İndi çox təəssüflər olsun ki, bu turbaya, bu boru ilə su gəlmir. Amma suyun gözü də yerindədir, bulaq da yerindədir, budaqlar da yerindədir. Yerində olmayan böyüklərimizdir, kəndlilərimizin bəziləridir. Amma onların da əminəm ki, ruhları, xəyalları bax elə buralardadır. Onları biz əvəz eləməliyik, biz onların yolunu davam eləməliyik. Bax o məşhur Qızıl Qaya buradır. Evimizin üst tərəfində olan nəhəng qayalıqdır. Buradan da belə çevriləndə qarşı hissələr, yəni yəli meşəli tərəflər görünür. Bəli, biz Kosalardayıq. Kosalarda ən hündür nöqtələrdən biri olan Yalova hissəsindəyik. Burada maraqlı bir yüksəklik var. Belə bir antena da qoyulubdur. Çox güman ki 20-ci ildən sonra əsas məğlubiyyətlərindən sonra onlar bu hissədə belə bir ötürücü yerləşdiriblər. Və həm də buranı da mövqe kimi istifadə etməyi düşünüblər. Çünki 2020-ci ildən sonra artıq bütün bölgələr bizim tarixi torpaqlarımız özümüzdə idi və qalan hissə Xankəndi, Ağdərə və onun böyür başındakı müəyyən ərazilər idi. Onlar bax bu 40-a yaxın yerlərdə, Kosalar hissələrdə belə bir hündürlüklərdə özlərinə mövqelər seçiblər. Burada da görünür ki, hansısa bir mobil operatorun ötürücüsünü yerləşdiriblər. Bu hissəyə çönəndə isə həm biz Yəli dağının ən hündür zirvəsini görürük. Ondan o üzdə isə Kiş dağları istiqamətində olan yüksəklikləri müşahidə edirik. Bax bu yüksəklik isə Dəvə boynudur, Dəflərdir. Bax bu hissədən o üzdə isə palçıqlı deyilən bizim yurt yerlərimiz var. Qarşıda görünən bu gözəl cənnət mahal Xankəndi şəhəridir. Bir dənə baxaq ora. Görün necə gözəlliklər var. Sol hissəyə gəldikdə isə Xocalının kəndləri görünür. Ondan uzaqda isə Böyük Qafqaz dağları görünür. Lap başı qarlı dağları görürsünüz. Biraz sola gəldikdə isə Ağdərə hissədən daha yaxşı müşahidə olunan Murov dağ silsiləsinin başı qarlı zirvələrini görürük. Kosalar həqiqətən gözəl məkandır, gözəl diyardır. Həm də strateji bir yerdir. Yüksəklik olaraq Kosalardan ətrafda olan bütün bölgələrə hakimlik etmək mümkündür. Birinci Qarabağ müharibəsində də Kosalar misilsiz igidliklər göstərib. Bugün də şükürlər olsun ki, Kosalar kəndi artıq bizim öz əlimizdədir.
Şükürlər olsun bu günlərə. Nə deyim? Bundan gözəl, bundan xoş günlər nə ola bilər ki? Allah bütün bu torpaqların azadlığı uğrunda canlarından keçən bütün qəhrəmanlarımıza da qəni-qəni rəhmət eləsin. Var olsun cənab prezidentimiz, dövlətimiz. Artıq biz Kosalarda, Şuşada, Xocalıda azad yaşayırıq. Bu torpaqlarda doya-doya gözəlliklər görürük. Yaşamadığımız o gözəl günləri yenidən yaşamaya başlamışıq. Sola geri çevrilib baxanda da yenə də demək Qırğız istiqamətində olan ərazilər görünür. Kosaların dəflər deyilən, dəvə boynu deyilən yüksəklikləri görünür. Həmçinin bax bu hissəyə çevrilib baxanda isə Şuşa şəhərinə gedən dağ yolumuz görünür. Uzaqda isə Kirs dağları istiqamətində görünən yüksəkliklər var. Bu görünən o məşhur meşəlik hündür zirvə isə Yəli dağının baş hissəsidir. Bəli, Yalovanın baş hissəsində ən hündür yerlərdən birindəyik. Aşağı hissəni müşahidə edirik. Cavadlar deyilən hissə və o tillə də Can Həsənə gedən yolu, ərazini görürük. Bax, bura isə məktəbin olduğu hissədir. Aşağıda da isə Xankəndi şəhərimiz görünür.